Məşqdən sonra dartınma hərəkətləri çox vacibdir. Əsasən də boks kimi intensiv məşqlərdən sonra qan dövranını normallaşdırır, bərpanı sürətləndirir, elastikliyi artırır, psixoloji sənə rahatlama verir və ən vacib məsələlərdən biri də sən zədələrinin qarşısını alırsan dartınma hərəkəti ilə. Və bunlardan bir neçəsini sizlərə göstərəcəm. Birinci növbədə işləyə bilərsiniz məşqdən sonra 5-10 saniyə başı bu vəziyyətdə sağa verə bilərsiniz. Sonra sol əllə sağı sinədən keçirdə bilərsiniz. Sonra digər əllə işləyə bilərsiniz bunu. Daha sonra otura bilərsiniz. Baxın, bu vəziyyətdə mən biraz yan dururam ki, rahat şəkildə görə biləsiniz oradan. Qoyuruq əllərimizi bu vəziyyətdə, sağ əlimizi keçirdirik və bədənimizi dartırıq. Sonra dəyişirik, sol əlimizlə eləyirik bunu. Sonra bunun əks istiqamətində bu vəziyyətdə işləyə bilərik. Sonra bu vəziyyətdə işləyə bilərik. Əlləri veririk qabağa, arxaya veririk özümüzü. Sonra bu vəziyyətdə belimizi qabağa verə bilərik. Sonra ən vacib məsələlərdən biri də baxın, ayaqları bu vəziyyətdə açırıq, dabanlar çölə doğru. Yəni mən biraz yan durum ki, rahat şəkildə görə biləsiniz. Dabanlar çölə doğru və özümüzü maksimum dərəcədə veririk arxaya. Bu vəziyyətdə dartırıq və əllərimizi arxada birləşdiririk bu vəziyyətdə. Sinəmizi veririk qabağa və bədənimizi dartırıq. Bu və bunun kimi bir çox dartınma hərəkətləri var. Çalışın ki, hər məşqdən sonra bunları eləyəsiniz ki, həm təkrar vurğulayıram, zədələnmənin qarşısını alasınız, həm psixoloji, həm də elastikliyi artırasınız.